Gəlin, Qarabağın Çempionlar Liqası oyunundakı o mübahisəli penalti epizoduna qısaca baxaq. Deməli, UEFA Çempionlar Liqası Atletik Bilbao Qarabağ oyunu. 72-ci dəqiqədə elə bir epizod yaşandı ki, çox ciddi müzakirələrə yol açdı. Bilirsiniz, hesab 2-1 idi Bilbao üçün və hakimin o qərarı, deyəsən, Ağdam klubuna baha oturdu. Birincisi, gəlin epizodun özünə baxaq, bir də hakimin qərarına. Deməli, Qarabağın oyuncusu rəqibin cərimə meydançasında yıxılır. Amma baş hakim Igor Payaç çoxları penalti gözləsə də yox, künc zərbəsi verdi. Hətta təsəvvür edin, VAR-a baxmaq heç ağlına da gəlmədi. İkincisi, Türkiyədən təcrübəli keçmiş FIFA hakimləri nə deyir? Mustafa Çulcu, Bünyamin Gezər. Baxıblar epizoda və ikisi də deyir ki, qardaş, bu 100% penaltı idi. Yəni Qarabağlı top oynayır, rəqib gecikir, ayağına toxunur, yıxır. Və ikisi də vurğulayır ki, VAR mütləq qarışmalı idi bu işə. Və nəhayət üçüncüsü, bu qərarın təsiri nə oldu, hansı şübhələr yarandı? Əgər o penalti verilsəydi, qol da olsaydı, Qarabağ o çətin Bilbao səfərindən ən azı bir xalla qayıda bilərdi, yəni 2-2. Amma nə oldu? Oyun 3-1 bitdi. Üstəlik Mustafa Çulcu kimi adamlar VAR hakimi İvan Bebekin o keçmişdəki şübhəli oyunlarını, bir də Qarabağın bu son vaxtlardakı uğurlarını xatırladıb, deyir bəlkə də bu qərarla Qarabağın qabağını almaq istəyiblər. Yəni qısası, bu mübahisəli hakim qərarı, üstəgəl VAR-ın da baxmaması Qarabağa çox vacib ola biləcək xallara başa gəldi və təcrübəli futbol adamları arasında ciddi tənqid doğurdu.